Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 26 iyul günlük bürclər bugün sizi nələr gözləyir? Salam əziz izləyicilər, bugünün bürc proqnozlarına xoş gəlmisiniz. Planetlərin düzülüşü bir çox bürc üçün ünsiyyət, münasibətlər və yeni imkanlar baxımından olduqca müsbət enerji vəd edir. Xüsusilə Merkuri ilə Venera arasındakı harmonik aspekt gün ərzində bir çox sahədə anlayış, səmimiyyət və uğur gətirə bilər. İndi isə gəlin bütün bürclər üzrə proqnozlara nəzər salaq. Oç Merkuri ilə Venera arasındakı harmonik aspekt xüsusilə ailə münasibətləri, iş və gündəlik yaşamınızla bağlı müsbət dəyişikliklərə işarə edir. Keçmiş inciklikləri arxada qoymaq, sevdiklərinizlə xoş vaxt keçirmək və hisslərinizi səmimiyyətlə ifadə etmək üçün əlverişli gündür. Günün enerjisi münasibətlər baxımından olduqca müsbətdir. Bugün qarşılıqlı anlaşmaya gəlmək hər zamankından daha asan olacaq. Əhəmiyyətli razılaşmalar əldə edə və sizin xeyrinizə inkişaf edən vəziyyətlərlə qarşılaşa bilərsiniz. Gün ərzində yaxınlarınızla quracağınız səmimi ünsiyyət həm ruh halınızı yaxşılaşdıracaq, həm də gələcək planlarınızı daha inamlı qurmanıza kömək edəcək. Bugün ətrafınızda çox xoş təəssürat yaradırsınız. Səmimiyyətiniz insanlar tərəfindən yüksək qiymətləndiriləcək. Merkurinin idarə edici planetiniz Venera ilə harmonik bucağı ünsiyyətinizi gücləndirir və münasibətlərinizdəki anlaşmazlıqları asanlıqla aradan qaldırmaq kömək edir. Sevgi münasibəti, dostluq və yeni tanışlıqlarla bağlı mövzular baxımından uğurlu nəticələr əldə edə bilərsiniz. Aldığınız dəstək hətta mürəkkəb görünən problemləri belə sakit şəkildə idarə etməyə imkan verəcək. Gün ərzində qarşınıza çıxacaq yeni fürsətləri diqqətlə qiymətləndirin. Sakit və təmkinli davranışınız sizə əlavə üstünlüklər qazandıra bilər. Əkizlər, ailə və ya maddi məsələlərlə bağlı sevindirici xəbərlər ala bilərsiniz. Söhbətləriniz həm məhsuldar, həm də xoş keçəcək. Hadisələrin tədricən istədiyiniz istiqamətdə inkişaf etdiyini görmək sizə rahatlıq verəcək. Ortaq fəaliyyət və fikir mübadiləsi sizə tamamilə yeni baxış bucağı qazandıra bilər. Gün ərzində alacağınız məsləhətlər gələcək planlarınız üçün faydalı olacaq. Düşüncələrinizi açıq şəkildə ifadə etməyiniz ətrafınızdakı insanların sizə olan etimadını daha da artıracaq. Hərçənd bugün eşidəcəyiniz bir xəbər və ya əldə edəcəyiniz məlumat hadisələri daha düzgün qiymətləndirməyinizə kömək edəcək. Söhbətləriniz münasibətlərinizi daha dərin və mənalı səviyyəyə daşıya bilər. Əməkdaşlıq etmək, ortaq qərarlar qəbul etmək üçün olduqca əlverişli gündür. Sakit düşünmək və emosiyalarınızı düzgün idarə etmək sizə uğur gətirəcək. Günün ikinci yarısında mühüm qərarlar vermək üçün özünüzü daha hazır hiss edə bilərsiniz. Çir bugün Merkuri ilə Venera arasındakı harmonik əlaqə hadisələrə daha obyektiv yanaşmağınıza kömək edəcək. Problemlərə praktik həll yolları tapan maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün maraqlı və yaradıcı ideyalar inkişaf etdirə bilərsiniz. Merkurinin retro hərəkətinin sona çatmasından sonra bəzi mövzular üzərində daha aydın düşünmək, danışaraq həll yolları tapmaq sizə rahatlıq gətirəcək. Səmimi söhbətlər və xoş ünsiyyət əhvalınızı yüksəldəcək. Bu enerji özünüzü daha rahat və təhlükəsiz hiss etməyinizə kömək edir. Gəlirinizi artıracaq yeni imkanlarla qarşılaşa bilərsiniz.